Bugünkü əməliyyatımız TAV əməliyyatıdır. Açıq ürək əməliyyatı şansı olmayan bir xəstəmiz kritik aorta qapaq darlığı mövcud idi. Ayaq damarından girərək bütün komanda ilə 26 mm-lik qapağı implant etdik. Əməliyyatımız ümumi anesteziya verilmədən sedasiya altında gerçəkləşdirildi və hər şey qaydasında olarsa xəstəmizi sabah bir gün reanimasiyada saxlayırıq, sabah stasionar şöbə, daha sonra isə evə taburculuğu planlanır. TAV əməliyyatı bugün günümüzdə ən yaygın istifadə olunan açıq ürək əməliyyatı, özellikle aorta darlığı olan açıq ürək əməliyyatı şansı olmayan xəstələr üçün böyük bir ümid yeridir. Əməliyyatın qısa müddətli olması və minimal invaziv müdaxilə ilə olunması ən böyük üstünlüklərindəndir və özellikle də yaşlı xəstələr üçün çox önəmli bir əməliyyatdır TAV əməliyyatı.